Salam dostlar, günləriniz xoş keçsin. Dostlar, deməli iki ideyadan bir mövzu ortaya çıxdı, kiçik mövzu. Onları dostlar oxumaq istəyirəm. Onlara barədə söhbət açmaq istəyirəm sizə. Deməli dostlar, bu yaxınlarda kanaldakı aforizmlər bölümündə, sonuncu aforizmlərdə, sonuncu idi mi? Deyən sonuncu aforizmlərdə. Belə bir düşüncə var idi Borges'dən. Bilinməyənləri kəşf etmək təkcə Sindbada ya da Kopernikə xas vergi deyildir. Hər insan bir kaşifdir. Borges'ə aid belə bir düşüncə var idi. Və mən burada deməli iki təfəkkür bəhrəsinin, yəni iki əslində fəlsəfi ideyanın necə ədəbiyyat yarada biləcəyini göstərmək istəyirəm silsilə şəklində. Yəni bədiyyat, fəlsəfiyyat necə bədiyyat yaradır? Bir fəlsəfi mətin, bir fəlsəfi ideya necə bədiyyat yaradır? Və ya bədiyyatın yaranmasına təkan verir. Bu manada fəlsəfə ilə bədiyyat necə də bir-birinə əqrabadır və doğmadır göstərəcəyəm. Öz təsəvvürlərimə uyğun olaraq. Bax, birinci cümlə buydu. Bilinməyənləri kəşf etmək Sindbada və Kopernikə xas deyildir. Buradakı hər insan kaşifdir. Yəni ki, gəlin biraz bu düşüncəni açaq. Deməli, Kopernik alimdir, Sindbad bir, nə deyək? Bir qəhrəmandır, belə deyək, obrazlı, sürətdir. Bir şərq, bir qərb sürətidir. Biri xəyalidir, biri realdır. İkisi də tam haqlılıqla xəyali də hesab oluna bilərlər, bir ideya da hesab oluna bilərlər. Yəni, Kopernik elmi araşdırmalarla məşğul və bizim kainatla bağlı təsəvvürlərimizi dolğunlaşdırıb, düzgünləşdirib. Bu işdə işə töhfə verib, belə deyək. Bu işə töhfə verib Kopernik. Sindbadın da ki, macəraları var da. Macəraları var. Şərq ədəbiyyatının qəhrəmanıdır. Əslində isə dünya ədəbiyyatı qəhrəmanıdır. O da həyat yolunda çoxlu kəşflər edib. Birincinin kəşfləri elmi kəşflərdir, intellektual kəşflərdir. İkincinin kəşfləri, nə deyək, macəra ilə bağlı kəşflərdir. Həyat yolu ilə bağlı kəşflərdir, olaylarla bağlı kəşflərdir. Belə də deyə bilərik. Fəqət Borges nə deyir? Hər insan da bir kaşifdir əslində. Təkcə Sindbad və Kopernik yox, bizim hər birimiz də əslində kaşifik. Öz həyatımızın kəşf ediciləriyik. Biz öz həyatımızda nələr, necə zənginliklər yaşayırıq əslində. Necə dərinliklər yaşayırıq, necə şəxsi təcrübələr yaşayırıq. Onların hər birinin kaşifiyik əslində biz. Biz bilinməz şeylər kəşf edə bilərik ki, ancaq onu biz kəşf edirik. Başqasında o yoxdur, başqası onu kəşf eləmir. Bunu belə deyir Borges.
Sonra bu bir əslində nədir? Bu əslində bir esse varı düşüncədir. Dolayısıyla bu bir təfəkkür işidir. Əslində fəlsəfədir. Borges burada bir mütəfəkkir kimi çıxış edərək bunu deyir və bu düşüncə onun səhv eləmirəmsə Atlas kitabındandır. Atlas kitabı elə bil ki Borgesin dünyanın müxtəlif yerlərinə səyahəti zamanı o getdiyi yerlərlə bağlı təəssüratların onda oyatdığı bədii, poetik, fəlsəfi düşüncələrin ifadə etdiyi kitabdır. Və yaxud bir səyahət kimi də oxuna bilər, səyahət qeydləri kimi də oxuna bilər. Bəs çünki fəqət quru qeydlər deyildir, poetik qeydlər, yəni esse kitabıdır. Şairin yazdığı bir kitabdır. Və bu düşüncə orayla bağlıdır. Geri gəlmişkən o kitabın özəllərindən biri bizim həyat yolumuzda təcrübələr kəşf etmə potensialımızı ortaya çıxartmaqla bağlıdır. Yəni bu baxımdan o kitabın xeyri böyükdür, faydası, həm də o kitabın faydası böyükdür. Digər düşüncə isə dostlar Flaubert'dəndir. Onu da bir silsilə aforizmlər içərisində vermişik kanalda. İstəyənlər izləyə bilərlər. Orada isə bildiyiniz kimi Flaubert həm də belə deyim, mən deyərdim ki, Flaubert də əslində mütəfəkkir yazıcıdır. Onun məsələn bədii əsərlərlə yan-yana birdən məktublar var. Məktublarında o çoxlu fəlsəfi düşüncələr ürətib. Əslində onlar fəlsəfi düşüncələrdir, demək olar. Fəlsəfəsini ortaya qoyub, baxışlarını belə deyək, dünya görüşünü ortaya qoyub, müxtəlif tərəflərdən ortaya qoyub və orada belə bir düşüncəsi var onun. Deyir ki, istənilən predmetdən şeiriyyət çıxaracaq. Zira poeziya hər yerdə və hər şeydədir. Materiyanın özündə düşüncə ehtiva etməyən bircə dənə də olsun atomu yoxdur. Özümüzə, dünyaya bir sənət əsəri kimi baxmağı öyrətməliyik. Bu da çox qəşəng düşüncələrdən biridir dostlar. Həyatın öz içində nə çox, həyatın umumiliyinin içərisində nə çox ideyanın yatdığını haqlı şəkildə bizə göstərir ki, bu dünya bu baxımdan bitməz tükənməzdir. Yəni hər bir özgün mütəfəkkir və yazar əbədiyyətə qədər dünyanın içərisindən ideyaları çıxardacaq, təsvir obyektləri çıxardacaq, bədiyyət və fəlsəfiyyət çıxardacaq. Hər bir insan da, yəni hər birimiz, belə deyək, əslində hər birimiz də bu yolda çoxlu kəşflər edəcəyik. Çünki biz özümüz də kaşifik. Bu baxımdan da dünyanın sonu yoxdur. Bitməz tükənməzdir. Yəni, görürsünüz burada nə deyir? Deyir ki, materiyanın özündə düşüncə ehtiva etməyən bircə dənə də olsun atomu yoxdur. Yəni, dünyada düşüncə, hər şeydə düşüncə var. Şeiriyyatı hər şeydən çıxaracaq. Poeziya hər yerdə və hər şeydədir. Bu çox doğru və əla düşüncədir. Üfüqü çox açan düşüncədir. Həyatı çox zəngin, maraqlı edən bir düşüncədir. Çoxlu klapanlarımızı açır.
Sonra qapılarımızı açır və bədiyyatı və fəlsəfiyyatı son əbədiyyətə qədər xilas edir. Əbədiyyətə qədər xilas edir. Mən müəyyən qədər bunlardan danışa bilərəm. Başqa sənətlərdən çox danışa bilmərəm dostlar. Əbədiyyətə qədər xilas edir və belə deyək, həm də bizi hamımızı öz həyat yolumuzda çoxlu yaşantılarımızla bağlı kəşflərə aparır. Yaşantılarımızla bağlı kəşflərə aparır. Həyatımızı zəngin və dolğun edə bilər bu düşüncə. Və bu düşüncə, dostlar, mən indi bunun bir örnəyini göstərəcəyəm. Deməli, mən bu sözü sevimli bir yazıcının düşüncəsi üzərində quraraq deyirəm. Mənə Flaubertdən sonra belə deyək, bədiyyatın təməlləri yeni dövr üçün və əbədiyyətə qədər atılıb. Təməlləri artıq atılıb. Flaubert ədəbiyyatı yeni dövr üçün əbədiyyətə qədər möhkəmlədib. Məsələn üçün, bax, Proust, Joyce Proust və Çexov. Məsələn, bu üç yazıcı dünya ədəbiyyatından danışaraqsa, Kafka da əslində Flaubertdən təsirlənib. Mən əsasən bu üçünü deyirəm. Sonra Nabokov, Proust, Joyce və Çexov bədiyyatı bizi göstərə bilər ki, bədiyyat əbədidir. Möhkəmlədə bilər də o düşüncəmizi bizim poeziya əbədidir, belə deyək. Ümumilikdə belə deyə bilərik. Fəlsəfə də Schopenhauer'la birlikdə, Schopenhauer'dan sonra fəlsəfə də sənət kimi təsdiqlənib, dünyanın abstrakt şəkildə, dünyanın içindəki həqiqətlərin abstrakt şəkildə fəlsəfi sənətə çevrilməsi olaraq və buna toxunmuşdur, yəni toxunmada fayda var. Sənət əsərləri içərisindəki həqiqətlərin üzə çıxarılması üçün fəlsəfəyə gərək olacaq həmişə. Yəni, sənət əsərlərinin şərhi üçün fəlsəfəyə gərək olacaq. Fəlsəfə həm də budur. Sənət əsərləri, bədiyyat deyək ki, ümumilikdə desək, sənət əsərləri yaradır. Sənət əsərlərinin için, həmən sənət əsərlərinin içindəki mahiyyətindəki həqiqətlərin, prinsiplərin ortaya çıxarılıb göstərilməsi fəlsəfə. Həm də fəlsəfə, həm də budur. Fəqət buna həm də bilgəlik məsələsi var da. Fəlsəfə həm də bilgəlik üçündür, kamilləşmək üçündür. Mən bunları bu şəkildə götürürəm. Yəni, həm kamilləşmə üçündür, həm də sənət əsəri olaraq dünyanın, həyatın təsəvvür olaraq, müxtəlif yaradıcı individuallara uyğun şəkildə müvafiq olaraq aydınlığa çıxarılmasıdır və bizi aydınlatmaq cəhdidir. Bundan sonra artıq bizim kamilləşməyimiz artıq bizə qalıb da, biz nə dərəcədə kamilləşə bilərik, hara qədər kamilləşə bilərik, bu potensialdan hara qədər istifadə edə bilərik, o artıq bizə qalmış şeydir, o sonraki mərhələdir. Birinci mərhələ bunlardır. Bax, indi məsələn üçün o hər şeydən poeziya çıxaracaq. Bu, məsələn, Joyce-u yaradıb, yaranmasında iştirak edib. Mən deyərdim ki, düşüncə olaraq Flaubert bu mənada. Proust'un yaranmasında iştirak edib, Nabokovun yaranmasında iştirak edib və s. Fəqət mən indi həmən o düşüncənin ki, hər şeydə həqiqət çıxaracaq, hər şeydən
düşüncə çıxaracağıq. Hər şeydən düşüncə çıxaracağıq. Poeziya hər şeydədir əslində. Biz əsas məsələ onu kəşf eləməkdir məsələsi. Bu sonra dalınca nə gətirir? Böyük bir sevgini gətirir əslində. İdeal olaraq bir sevgi gətirir. Ümumi dünyavi sevgini, həyat sevgisini gətirir, yaradıcı sevgini gətirir ardınca. Fəqət mən bunun bədiyyatda, xalis bədiyyatda bir örnəyini göstərmək istəyirəm dostlar ki, Flaubert necə bir təkan verib, belə bir tərzə, yenidən təkan verib. Bunu göstərəcəyəm. Bu, deməli dostlar, Marcel Proust'un Svanın yolunda itirilmiş zamanın sorağında kitabından örnək verəcəyəm. Yeri gəlmişkən bu, mən bir dəfə Azər Əhmədov bəyin tərcüməsindədir. Mən bir dəfə səhv salmışdım. Azər Əhmədovun elə bilmişdim ki, bir şairimiz də var. Deyəsən, xaricdə yaşayır. Elə bilmişdim ki, bu Azər bəy Havan Azər bəydir. Onu tapmışdım. Minnətdarlıq bildirmişdim bu kitabın tərcüməsinə görə. Sonra aydın oldu ki, sən deməmişkən başqa Azər bəydir. Amma belə bilmədiyimiz, təəssüf ki, yəni tanımadığım bir şəxsdir. Səhv salmışdım. Bu dostlar məncə bu nə vaxt çıxıb? 2020-də tərcümə çap olunub. Məncə bu son illərin belə deyə bilərik bizim tərcümə mədəniyyətimizdəki ən gözəl işlərdən biri, bəlkə də birincisidir, ən dəyərli işlərdən biri, bəlkə də birincisidir. Çünki Proustu tərcümə eləmək hədsiz ağır bir işdir və mən məsələn üçün, məndə Proustun başqa dillərdə də var məndə və öz dilimizdə də sevə-sevə oxuyuram. Məsələn, bu tərcüməni mənim üçün çox böyük dəyər daşıyan, bir oxucu olaraq dəyər daşıyan bir işdir. Mən Azər bəyə çox minnətdarlığımı bildirirəm məsələn, buradan. Təəssüflə qeyd edirəm ki, tanımadım Azər bəyə, tanış olmadıq Azər bəyə. Amma yenə də təsəvvür edə bilirəm bir ruhi baxımdan. Çox dəyərli bir iş ortaya qoyduğunu düşünürəm. Qanun nəşriyyatda belə bir kitab ərsəyə gətirilməsi çox böyük işdir, çox dəyərli işdir deyə düşünürəm. Və buradan bir hissə oxuyacağım və dostlar geri gəlmişkən deyim ki, məsələn üçün, bu tərcümə həm də nəyi bildirir? Əlbəttə, bu tərcümə dostlar yenidən cilalana bilər. Əlbəttə, yəni bu təkmilləşmələrə gedə bilər. Amma görülən işin özünün dəyərini hər tərəfli götürərsənsə, böyük bir iş olduğunu deyə düşünürəm. Və bu nəyə göstərir həm də? Məsələn, bu adıca bax, bu kitab, bircə elə bu kitab elə nəyə göstərir? Əslində, Azərbaycan dilində çox yaxşı bədii mətnlərin, dəyərli bədii mətnlərin yazıla biləcəyini göstərir. Azərbaycan dilinin potensialını göstərir. Məsələn, bu tərcümə özü. Doğrudur ki, Proust çox çətin müəlliflərdən biridir. Əslində, bizi belə deyək də, mürəkkəb müəllifdir. Böyük ensiklopedik bilgiləri olan müəllifdir. Ədəbiyyatda özünə məxsus üslub olan, orijinal, özgün bir ədəbiyyat yazıcıdır. Əlbəttə, bu ona bəlli bir mürəkkəblik gətirir və onu mütaliə etmək üçün əlbəttə müəyyən bir bazan olmalıdır. Amma bununla belə çox aydın, qəşəng bir sənətkardır. Diqqətlə oxunduqda nələr kəşf etdiyinə heyrətdən və heyranlıqla tamaşa edirsən. Məsələn, mən bu baxımdan, məsələn, bu kitab nədir? Bu kitab nədir? Məsələn, bu tamam roman tərzində, roman janrında demək olar ki, əgər hər tərəfli götürəsənsə, yeni bir nəfəsdir, yeni bir kəşfdir bu tip ədəbiyyat. Bu tip ədəbiyyat mənim də çox sevdiyim ədəbiyyatdır, mənim də çox sevdiyim ədəbiyyat tipidir.
insanın daxili dünyasının, hər birimizin daxili dünyasının şuurumuzun, şuuraltımızın, ümumiyyətlə hər şey götürəriksə belə şuur, bilinç dışı deyirlər, bilinc altı deyirlər, bilinc deyirlər, adlar qoyurlar. Psixoanalitikdə belə adlandırmalar var. Mən isə bunlara bütünlüklə, ümumiyyətlə, düşünürəm ki, insan bunlardan da daha zəngindir. Yəni təkcə insanda bilinc dışı, bilinc altı, bilinc yoxdur. Məsələn, bu kitabın özü nəyi isbatlayır? Adi məsələn bu itirilmiş zamanın sorağında kitabının özü nəyi isbatlayır? Ki insan bunlardan da daha zəngin bir mexanizmdir, bir təbii qurğudur, bir canlıdır, xariquladə bir canlıdır. Ki onun daxilində necə bir dərinliklər var, necə bir gözəlliklər var, necə bir, nə bilim, sir var, sehir var daxili dünyasında. Ümumiyyətlə insanın bu möcüzəvi varlığı, necə bir ilahi varlıq olduğunun isbatıdır. Məsələn, adicə bu roman onun isbatıdır. Bunu göstərə bilərik, bir sənət əsər olaraq. Və bu belə kitabların həm də bizim dilimizdə olması həm də nəyi verir? Bizim özümüzün zənginləşməyimizə, mədəniyyətimizin necə bir genişlikdə böyüməsinə töhfə verə bilər. Daxili dünyamızın, daxili mədəniyyətimizin, özümüzü tanımağımızın, mənəvi dünyamızın, zehni dünyamızın, intellektual dünyamızın, hissiyat dünyamızın necə genişliklərə, necə əngin üfüqlərə açıla biləcəyinin ifadəsidir, həm də açıla biləcəyinin göstəricisidir. Onun üçün yol açan bir mənbədir, məsələn, belə kitabların tərcümə edilməsi. Amma əlbəttə ki, məsələn, bu cür kitablar, bir vaxt danışmışıq, dostlar, bu Proust, məsələn, Flaubert olub ki, Proust bu yolu aça bilib. Nietzsche olub ki, Proust bu yolu aça bilib. Schopenhauer olub ki, Proust bu yolu aça bilib. Goethe olub ki, Tolstoy olub ki, çox, Vergil olub ki, Proust bu yolu aça bilib. Və s. mənim bilmədiyim müəlliflər. Proustun özünün yetişməsində rol oynayan neçə müəlliflər, alimlərdən tutmuş, bəstəkarlardan tutmuş, musiqi xalqından tutmuş, rəssamlardan tutmuş, kimlər sayəsində, ümumiyyətlə xalqın özünün həyatından tutmuş, oradan alınan təəssüratlardan tutmuş, hələ neçə başqa insanlardan tutmuş, hamısının sayəsində Proust ortaya çıxıb. Əlbəttə, ona görə bu onların dəyərini əslində azaltmır. Onlar var ki, sonra belə bir yolda açılıb. Məsələ budur, dostlar. Həm də məsələ budur. İndi mən bütün bunları deyəndən sonra bir daha təşəkkür edəyək bu kitabın ərsəyə gəlməsində olan hər şəxsə, hər kəsə təşəkkür edək ki, belə bir kitab bizim dilimizdə tərcümə olundu. Biz də öz ədəbiyyatımızla yana həm də bu kitabları oxuyuruq. Mənim də çox sevdiyim kitablardan biridir bu kitab. Və sevə-sevə və hörmətlə və sevinərək, mutluluqla, bəlli bir oxucu mutluluğu ilə oxuyuram bu kitabı. Məsələn, cümlələrin quruluşunu saxlamaq cəhdi, uzunluğunu saxlamaq cəhdi, Proustun üslubuna sadiq olmaq cəhdi, o sözlərin qarşılıqlarını tapmaq cəhdi, Azərbaycan dilinin potensialından istifadə etmək gücü və bütün bunlar çox təqdirə layiqdir deyə düşünürəm. Hansı çatışmazlıqlar varsa da belə, onlar da gələcəyə doğru düzəldilə bilərlər. Yenidən və yenidən düzəldilə bilərlər. Proustu başqa dillərdə də oxumaq olar. Məndə rusca variantı da var, İngilizcə variantı da var bir kitabının, türkcə variantı da var. Türkcədə də bütövlükdə tam şəkildə tərcümə olunub. Ruscaya 2 tərcüməçisini mən bilirəm, 2 tərcüməçi tərcümə edib. Biri Sovet dövründə,
biri bu müasir Rusiyada, Türkiyədə dediyimdə bir xanım, hörmətə layiq bir xanım, ziyalı tərcümə edib hamısını belə qəşəng şəkildə və böyük bir töhfə verib Türk ədəbiyyatına. Sağlıq olsun, bizdə də inanıram ki, Azər bəy gələcəyə doğru bu tərcüməsində davam edir və bu kitabı bütünlükdə bizim dilimizə qazandırar. Qanun nəşriyyatına da çox təşəkkür edirəm belə bir qəşəng kitab ərsəyə gətirdikləri üçün. İngiliscədə bir neçə variantı olmalıdır, bir neçə variantı var, mən bildiyim qədərilə. Bizdə də gələcəyə doğru başqa tərcümə tipləri də ortaya çıxa bilər. Deməli, dostlar, mən indi bir məqam oxumaq istəyirəm. O Flaubert'in, məsələn, Flaubert Çexovun, Joyce'un, Proust'un, Kafka və Nabokovun ortaya çıxmasında çox böyük rol oynayıb. Alain Robbe-Grier'in də dünya ədəbiyyatından deyək, Alain Robbe-Grier də onun özünün ustadlarından biri hesab edilib. Onların ədəbiyyatının meydana çıxmasında Flaubert'in böyük rol olub və Flaubert bu mənada ədəbiyyatı sonsuza qədər xilas edib. Yolları göstərib artıq. Yəni Flaubert'dən sonra daha bədiyyat niyə var, bədiyyat nədir suallarını vermək əslində vermək olar, amma əslində cavablarını verib də o, belə deyək, cavabı hazırdır, möhkəm şəkildə hazırdır. Və indi ondan bir örnək oxuyacağım sizə, dostlar. Həyatdakı hər şeydə düşüncə var. Hər şeydən poeziya çıxaracaq. Baxın necə çıxartmaqda bir dənə o məsələ var. Baxın necə çıxartmaq. Onun nümunəsini göstərmək istəyirəm sizə, dostlar. Buradan bir hissə oxuyacağım sizə. Və kitab nədən bəhs edir? Bu ümumiyyətlə bu kitab nə haqqındadır? Bu bilənlər bilirlər. Bu kitab nə haqqındadır? Bu cavabı çox qatlıdır. Həm də Bergson fəlsəfəsinin bu illüstrasiyası da bilirsiniz. Proust həm də Bergson fəlsəfəsinin oxucusu olub. Bergson fəlsəfəsini bir tərəfdən ədəbiyyata çevirib. Ədəbiyyatla fəlsəfə arasındakı əlaqə. Schopenhauer'ın da böyük rolu var. Bunu videolarının birində göstərmişəm. Schopenhauer necə Proust'u yaratmasında rol oynayıb. Proust ədəbiyyatının həm də özü də belədir. Schopenhauer məni uzaqlara Schopenhauer'ın Proust'u uzaqlara aparması babında bir fikri var Proust'un. Schopenhauer məni uzaqlara apardı babında, bu babdadır bir fikir də var. Və bu nə haqdadır? Bu Flaubert Farid Həzrət Proust'un xatirəsində olan hər şeydən poeziya çıxarması haqqındadır. Roman belədir. Xatirəsində olan hər şeydən poeziya çıxartmaq. Bu mənə doğma gələn bir tərzdir. Yəni göstərir ki, bədiyyəti hər şeydən çıxara bilərsən də. Baxın necə çıxartsan. Hər şeydən bədiyyət, həyatın içərisindən sonsuz da bitməz tükənməz şeydir. Deməli dostlar, indi mən oxumaq istəyirəm sizə bir hissəni, bunu nümunə olaraq göstərəcəyəm. Bax, poeziya hər şeydir. Bu kitab bu haqdadır. Burada nə bilim çox bu kitab haqqında mövzusunu danışmaq istəmirəm, məzmununu danışmaq istəmirəm. Əlbəttə danışmaq çətin olar. Proust'un yaratdığı yazıcının, yaratdığı müəllifin xatirəsindən çıxartdığı poeziyadır. Belə deyək, çıxartdığı şeiriyyatdır. Roman bundan ibarətdir. Xatirəsində yatan həyat axışının zənginliyi haqqında, gözəlliyi haqqında, dərinliyi haqqında,
çox cəhətliliyi haqqında, bitməz, tükənməzliyi haqqında, nə bilim, ilahiliyi haqqında, insanın ilahiliyi haqqında, insanın nə qədər gözəl varlıq olması haqqında, bir də belə deyək, dərin varlıq olması haqqında, insanın nə qədər heyran edici olması haqqında, insan dühası haqqında. Bu haqqında. Və bu tip ədəbiyyat, məsələn, bu kitab var, bu kitabın tərcüməsi belə, bizim ədəbiyyatımızın belə xilas olmasına nə qədər böyük təsir göstərir. Bizim ədəbiyyatımızın belə, dünya ədəbiyyatı hamımızın da əslində. Bizim ədəbiyyatımızın belə xilas olmasında çox böyük rol oynayan bir kitabdır. Çox böyük rol oynayan bir kitabdır. Xilas olmasında və yaxud bizim ədəbiyyatımızın zənginləşməsində böyük rol oynayan bir kitabdır. Və bu tip kitablar, deyirəm də, insan hara gedir, bəşəriyyət hara gedərsə getsin, haradan məskunlaşırsa məskunlaşsın, orada ədəbiyyatın çiçəklənməsinə töhfə verən kitablardır. Bu tip kitablar, bu belə dəyərli kitablar. İnsan gözəlliyinin, insanın dəyərinin qorunmasına, insan ləyaqətinin qorunmasına töhfə verən kitablardır bu kitablar. Həyat gözəlliyinin qorunmasına töhfə verən kitablardır. Həyat işığının qorunmasına töhfə verən kitablardır. Və bundan nələr? Bundan sən mənəvi məsələlərə gedə bilərsən, əxlaqi məsələlərə gedə bilərsən, estetik məsələlərə gedə bilərsən və s. İndi mən oradan sizə bir hissə oxuyacağım, dostlar. Mənə burada müəllif uşaqlığını xatırlayır. Buradakı Prustun yaratdığı müəllif, belə deyək də. Uşaqlığını xatırlayır. Uşaqlığından bir bölümü verir, dostlar. Onu oxumaq istəyirəm sizə. Mən oxuyaq, bura qədərdir. Oxuyaq, sonra sizə deyəcəyim də nədir mən söhbət. Əslində dediyim kimi, kitab çox aydın kitabdır. Prust ümumiyyətlə çox aydın yazıçıdır. Amma həyatın dərinliklərini verdiyi üçün və təfəkkür mürəkkəbliyinə görə mətnləri mürəkkəbdir. Əslində çox aydındır. Mürəkkəb amma aydın. Həmişə deyilir bu arada. Sənət əsəri aydın və anlaşılır olmalıdır. Nə olursa olsun, sən əgər diqqətlə oxuyursansa, o sənin aydın və anlaşılır olmalıdır. Yatmaq üçün yuxarı qalxdığımda yeganə təsəllim yuxuya getməzdən qabaq anamın gəlib məni öpəcəyi fikri olardı. Lakin gecən xeyrə mərasimi çox qısa çəkər və anam elə tez aşağı düşərdi ki, onun pillələrlə yuxarı çıxışını, ardınca da iki qapılı dəhlizdən mavi qumaşdan tikilmiş və hörmə həsirlərlə haşiyələnmiş yay paltarının xışıltısını eşidib duymağım mənim üçün ən ağrı acılı an olardı. Çünki o sədalar növbəti andan anamın məni tərk edib təkrar aşağı yollanacağı əsnadan xəbər verirdi. Bu səbəbdən çox sevdiyim gecən xeyrə mərasiminin mümkün qədər gec gerçəkləşməsini, anamın hələ yanıma gəlmədiyi ərəfənin daha uzun sürməsini arzu edərdim. Bəzən anam məni öpər-öpməz, çıxıb getmək üçün qapını açanda dalınca hayqırmaq, nə olar, məni bir də öp deyə çığırmaq istərdim. Lakin onda dərhal qaşqabağını sallayacağını bilirdim. Çünki sonsuz niskilim və həyəcanım qarşılığında onun güzəştə getməsi, məni oxşayıb əzləməyə gəlməsi, sakitləşdirici bir öpücük bəxş etməsi atamı yaman qıcıqlandırardı. O bu cür ayinləri hərzə cəfəng sanardı. Bu yüzden anam məni tədricən bu tələbatdan qurtulmağa, bu vərdişi unutmağa, illah da kandardan çıxmağa hazırlaşanda daha bir öpücük xahişinə alışmamağa vadar etməyə çalışardı. Mən bu dilimizdən çox böyük ləzzət alırım. Azərbaycan bu tərcüməsində çox belə. Qoşu cümlənin uzunluğunu, Prust üslubunu nə qədər çalışdığı qədər saxlamağa çalışıb və Azərbaycan dilində məsələn mübtədə sonda, mübtədə öndə xəbər arxada gəlir də. Bu dilimizdə belə tərcümələri çətinləşdirən şeydir. Mübtədə öndə xəbər sonda gəlir də adətən. Bu dilimizi tərcümə məsələni çətinləşdirən bir şeydir, çətinləşdirən bir məqamdır. Ona görə Azərbaycan dilinə belə tərcümələr çox çətindir, çox çətin şeylər, çox çətindir. Asan şey deyil. Bu insandan sözün ciddi mənasında zəhmət tələb edir. Ona görə onun saxlanması Azərbaycan çox superdir, mən düşünürəm ki, çox möhtəşəmdir. Onun acıqlanmasını görəndəsə bir an əvvəlki hüzurum,
Yatağın üzərində ağastaca əyilib nəvazişli üzünə bir əminamanlıq rəmzi, müqəddəs şuşanlıq ruzusu imiş kimi paklaşmağım, dodaqlarımla gerçək varlığını dadmağım və yuxuya getməyə güc tapmağım üçün mənə sarı uzananda xumar-xumar qovuşduğum o rahatlıq duyğusu elə həmin andaca dağılıb puça çıxardı. Lakin anamın yanında çox da ləngimədiyi o axşamlar şam yeməyinə qonaqlarımız olan çağlarla müqayisədə lap anamın yanımda çox da ləngimədiyi o axşamlar şam yeməyinə qonaqlarımız olan çağlarla müqayisədə lap toya getməli idi. Lap toya getməli idi. İstifadə edilən söz əla. Mənə belə gəlir ki, əla. Toya getməlidir. Sənin yanında toya getməlidir. Bunu. Belə vədələrdə o acizə gecən xeyri üçün yerli dibli yuxarı qalxmazdı. Acizə gecən xeyri üçün belə yerli dibli yuxarı qalxmazdı. Belə də ola bilər. Belə vədələrdə o. Qonaqlara da adətən eləcə cənab Svanla məhdudlaşardı. Yoldan ötən bir para ya da yolcular nəzər alınmasa, o demək olar Kombrədəki evimizi ziyarət edən yeganə şəxs sayıla bilərdi. Bəzən sadəcə bir qonşu kimi, hərçənd uğursuz evliliyindən sonra bu təkliflər bir qədər səngidi. Çünki valideynlərim onun həyat yoldaşını qəbul etmək istəmirdilər. Bəzən də şam yeməyindən sonra heç gözlənilmədən gələrdi. Evin qabağında qollu budaqlı şabalat ağacının altındakı dəmir masa ətrafında oturduğumuz həmin axşamlarda bağçanın ənginliyindən səslənən, məhrəm ev-eşik adamlarından istənilən birinin içəriyə zəngsiz girişi ilə öz-özünə hərəkətə gələn və əsla susmaq bilməyən zınqırovun buz kimi soyuq, polad zingiltisi ilə hər kəsi lərzəyə salan zil və qulaqbatıcı çığırtısını deyil, sırf kənar şəxslərin çaldığı zəngin iki qat utancaq, yuvarlaq, qızlı sədasını eşidəndə hamı dərhal maraqla boylanardı. Qonaqdır, acaba görəsən kim ola? Hərçənd gələn şəxsin cənab Svandan savayı kimsə ola bilməyəcəyi hamıya yaxşı bəlli idi. Babamın bacısı hamıya görk olsun deyə qəsdən ucadan danışar, bəs başqaları da pıçıldaşmağa son qoysun deyə səsinə də zorla təbrik çaları qatmağa çalışır. Axı gələn adam üçün daha bundan nəzakətsiz, xətrə dəyən heç nə ola bilməzdi. Eləcə onun eşidib duymamaq gərəkən mətləblərdən bəhs etdiyimizi düşünərdi. Və kəşfiyyat üçün qapıya nənəm göndərilərdi. O da bağçada daha bir dövrə vurmaq üçün əlinə düşən növbəti bəhanədən həmişə tək sevinər, üstəlik fürsətdən istifadə edib. Yolüstü yanından keçdiyi qızıl korlarını diş saxlamaq üçün diblərinə pərçimlənmiş çubuqları güllər təbii görülsün deyə altdan çəkib çıxardardı. Eynən əllərini oğlunun saçlarında gəzdirib, dəlləyin hədsiz sığal verdiyi tükləri barmaqlarıyla asacıb, dağıdıb pırtlaşdıran qayğıkeş ana kimi. Bura görə dostlar. Burada məsələn üçün burada məqamlar var, çox məqamlar var. Yeri gəlmişkən bunu da vurğulayaq. Məsələn, Prustu təqlid eləmək gülməlidir. Təqlid eləmək gülməli nəticə verir. Çünki bu ancaq ona məxsusdur da bu tip düşüncə silsilələri qurmaq, təsəvvür silsilələri qurmaq ancaq Prusta xasdır. Nabokovun üslubu bu cür deyil. Zaman Nabokovu məsələn Prustla müqayisə edirlər. O düz şey deyil o. Prustun Nabokova təsir olub, Flaubert'in də təsir olub. Bəli, yetişməsində rol oynayıblar. Amma Nabokovun üslubu belə deyil. Yəni Nabokov hətta kitablarının birində Kamera Obskura'da Qaranlıqda qəhqəhə kitabında hətta bir yerdə bir yazıçı yaradır və ona Prustu təqlid elətdirir. Və orada gülməli şəkildə verib. Oradan da göstərir ki, onu tənqid edənlərə bunu göstərir ki, mən Prustu təqlid eləmirəm. Doğrudan da belədir. Yəni ilk baxışdan Nabokovun üslubu Prustun üslubuna bənzəyir. Amma ilk baxışdan belədir. O bilirsiniz necə bir şeydir. Bax, necə ki Prust məsələn üçün yol açmayıb. Sən Prustu oxuyandan sonra deyək ki, sən də məsələn desən ki, ayda bizim daxilimizdə belə düşüncələr var, belə təsəvvürlər var. Özünü kəşf edirsən. Necə ki, məsələn, Flaubert'i oxuyanda özünü kəşf edirsənsə, necə ki, məsələn, deyək ki, məsələn, mən Rafiq Tağını oxuyanda müəyyən tərəflərdən özümü kəşf eləmişəm. Başqa tərəfdən müəyyən qədər kəşf eləmişəm.
Deyək ki, məsələn, mən Mikayıl Müşfiq oxuyanda müəyyən qədər başqa tərəfdən özümü kəşf eləmişəm. Ən azından oxucu olaraq özümü kəşf eləmişəm. Səndə bir klapan açır da. Prust da bax belə insanda bir klapan açır. Özü başqa tərəfdən kəşf eləyirsən. Bu Nabokov bu mənada bəli yetişməsində rol oynayıb onun. Bəli, rol oynayıb. Yəni klapan açılmaqda, yəni dalğaları tutmaqda. Dalğalar məsələn Prustdan sonra sən başqa dalğa tutsan. Beləcə Prustu oxuyandan sonra çünki o həyatda tamamilə başqa dalğalar var imiş sən deməmiş ki. Bizim şuurumuz nə qədər mürəkkəb imiş. Bizim şuurumuz nə əsrarəngiz imiş. Xatirə nə əsrarəngiz imiş. Bu bir assosiasiyalar, bu bir-birini daha çəkilən assosiasiyalar. Yuxularımızda da bəzi vaxt belə şey yaşayırıq. Nə bilim, acayib şey yuxuya gedəndə bilirsən gözünün qabağına nələr gəlir. Və ya gözlərimi yumursan, gözümün içində olursunuz da, siz də gözünüzü yumursunuz belə. Gözümü yumursan, məsələn mənim əyləncələrimdən biri bu olardı. Gözümü yumardım. Siz də yoxlaya bilərsiniz. Gözünü belə yumursan, göz qapağının arxasında qəribə şeylər görürsən. Qəribə görüntülər görürsən. Bir fil əmələ gəlir, bir yana bilim, div əmələ gəlir. Olubmu sizdə, olubmu? Əylənirsən də. Görüntülər əmələ gəlir, bir yana it əmələ gəlir, bir yana bilim, bir yana üz açılır, sonra üzün içindən bir dənə başqa üz çıxır, bir dənə onun içindən bir dənə başqa üz çıxır. Hayqıran bir dənə üz çıxır, olur sizdə. Məsələn, yəni sən kəşf elətdirir, sənə varlığındakı nə qədər maraqlı olacağı kəşf elətdirir sənə. Məsələn, Prustda da bu belədir. Sənə kəşf, Nabokov deyir ki, öz daxilində Prustu oxuyandan sonra nəsə kəşf eləyib. Amma o demək deyil ki, o Prustu təqlid eləyib. Bu o demək deyil. Heç bir şəkildə təqlid eləməyib. Yəni Nabokovla Prust məsələn bunlar fərqli yazıçılardır. Təsirlənə bilər. Təsirlənib Nabokov ondan. Amma Nabokov Tolstoydan da təsirlənib də. Tolstoydan təsirlənib. Nabokov təsirlənib nə baxımından? Özünü kəşf eləmə baxımından. Amma üslub baxımından o özünü kəşf eləyib baxı, assosiasiyaları tapıb baxı. Özündəki assosiasiyaları ifadə edəndə bu qaçılmaz olaraq onu Prusta bənzədir. Amma əslində bənzəmirlər. Fərqli yazıçılardır. Hər ikisi orijinal yazıçıdır özünə məxsusdur. Yəni bunu demək istəyirəm ki, bunu təqlid eləmək gülməlidir. Bunu təqlid etmək olmaz. Elədin gülməli vəziyyətə düşərsən. Gülməli, mənə görə belədir. Gülməli. Amma Prustun sənə öyrətdiyi, səndə kəşf elətdirdiyi qabiliyyətdən yararlana bilərsən. Özünə məxsus şəkildə yararlana bilərsən. Bunu deyərdim. Və bunu deyərdim. Nə olursa bu sizin bir hissə oxudum. Bax, bununla nə ilə əlaqəlidir? Flaubert'in o sözü ilə. Hər şeydə bir şeiriyyat var. Hər şeydən şeir çıxacaq. Burada məsələn nədir? Buradakı mövzulardan biri budur. Uşaqdır, anasının gecələr gəlib onu öpməsini xoşlayır. Həsrətini çəkir. Ana atanın bundan xoşu gəlir. Ana bəzi gecələr gəlir, bəzi gecələr gəlmir. Bəzi gecələr yanında az qalır. Yəni aşağıda qonaqlar var, biz yatmalıyıq. Onun əzabı var, yaşamısınız mı? Bir tane də indiki gənclər yaşamırlar onu. Mən müəyyən qədər yaşamışam. Sizin yatmaz vaxtınızda gedin yatın. Aşağıdan da səslər gəlir. Ayda ürəyin sılır ya. Orada şənlənirlər, gülürlər, danışırlar. Biz burada nə edirik? Biz burada yatmaq, məcbur yataq. Qaranlıqda. Məsələn üçün, bu nədir? Bu adi ki, oxudum ha, bu mürəkkəb yazır. Mürəkkəbdir. Həyatın dərin qatlarında. Amma mövzunun ucu çox aydındır. Yəni bizim dünyanın hər yerində yaşanılası bir haldır. Böyük sənət əsəri olaraq dünyanın hər yerində yaşansın. Yəni biz bunu yaşayırıq. Bunu çoxumuz buna bənzər şey yaşamışıq. Kitab haqqında danışmıyoruz. Bu kitab dəhşətəngiz bir şeydir. Dəhşətəngiz. Yəni Prustun itmiş zamanın sorağında kitabı bu dəhşətəngiz bir şeydir. Dəhşətəngiz bir kitabdır. Onu mən məsələn üçün nə deyim? Mən məsələn onu oxuyanda insana heyran oluram. Deyək ki biz bəzi məqamlarda ki bir-birimizdən xoşumuz gəlmir. Bəzi məqamlarda bir-birimizi sevmirik. Bir-birimizdən zəhləmiz gedir. Orada həyatda bir-birimizdən zəhləmiz gedir. Bəzi bezirik bəzi vaxtı. Bir-birimizdən nə bilim acıqlanırıq bir-birimizə. İstəmirik bir-birimizi. Bunlar da normaldır, olan şeylərdir. Amma mən Prustu oxuyanda insana heyran oluram. Deyirəm ki, bu necə bir varlıqdır, bu necə dəhşətəngiz dərəcədə bu ilahi varlıqdır, bu necə bir ürəyim sıxıldı. Ürəyim sıxıldı dostlar. Ürəyim sıxıldı.
əbədiyyən gözəl varlıqdır, əbədiyyən gözəl varlıqdır. Əzəli əbədi gözəl varlıqdır. Ürəyim sıxıldı. Nəysə dostlar. Mən Proust'u oxuyanda bunu düşünürəm. Yəni insana heyran oluram. İnsana heyran oluram. Ki bu da arxada var da. Müxtəlif hallarımız dəyişə bilir. Bu heç bu kitab haqqında danışsan bitməz. Bu dəhşətəngiz bir şeydir. Bunun şərhi var da var. Nəhayət oraya gedib çıxar bunun şərhi. Ona görə bu çox böyük işdir. Çox böyük işdir. Bu kitabın hər şeyimiz bizim bilməzdir. Amma böyük hadisə olmalıdır. Böyük hadisə sayılmalıdır bu kitaba tərcüməsi. Azərbaycan çox dəyərli bir iş görür. Çox dəyərli, böyük bir iş görür. Azərbaycan mədəniyyəti üçün. Fəqət dostlar, buradakı məqam nədir? Kitabı burada bir məqamı danışacağım. Məsələn, bu uşağın ananın gəlsin onu öpsün. Bu normal şeydir, bu normal şeydir, bu ilahi şeydir, ilahi olaydır. Bax, hər şeydə poeziya var, görürsünüz? Uşağın və ananın onu öpmə həssətini bədətə görürsünüz, bədətə çevirib, maraqlı, zəngin bir şeyə çevirib. Bunu demək istəyir. Yəni, fəlsəfi düşüncənin, Bergson və Flaubert'in düşüncəsinin, fəlsəfi düşüncəsinin, fəlsəfi ideyasının və Bergson fəlsəfəsinin, həm də bunların, bu iki təməl səbəbin, ön şərtin ortaya çıxartdığı bir mətin oxuduq indi sizinlə. Yəni, fəlsəfə necə bədiyyət yarada bilər? Onun örnəyidir bu. Fəlsəfə necə bədiyyət yarada bilər? Necə ona təkan verir əslində? Necə bir-birinə qoxumdurlar? Necə bir-birinə uyğundurlar? Necə əslində hər ikisi sənətdir? Necə əslində hər ikisi sənətdir? Bax, məsələn, ana çıxanda, məsələn, biz dedik, bax, belə söz var, məsələn, uşaqlıqda filan travmalar yaşamışıq. Məsələn, sən buna, o nöqtəyə nəzər deyə bilərsən, uşağın travması var. Yox, da məsələ budur. Sənət nədir? Sənin bütün ağacları üstün gəlmək. Həyatı sevmək, nə olursa olsun sevmək. Qalib gəlmək, hər şey. Yəni, ay travman var, ay çöktüm, zot yox da, bu, onu sənətə çevirmək, gözəlliyə çevirmək. Çünki həyat istirabını, həmişə burada istirabın olduğunu dərk eləmək və onu sənətə çevirmək məsələsi var da. Deyir, bana nə deyir? Deyir, istəyərdim ki, gecən xeyrə mərasimi biraz geciksin, uşağın hissiyatını verib. Anam hələ istəyərdim ki, anam məni öpər-öpmə çıxıb getmək istəyəncə, qapını açanda dalınca hayqırım deyim ki, nə olur, mənə bir dəfə də öp. İstəyərdim deyir, bunu deyim. Amma bilirdim ki, dərhal qaşqabağını sallayırıq, çünki bu atamın xoşuna gəlmirdi. O, bunları hərzə cəfəni sanardı. Bax, uşağın tənhalığı. Məsələn, balaca bir şey içərisində, necə verilir, məsələn üçün, bax, uşaq tənhadır, tənhad öz aləmindədir, anasının öpməsini istəyir. Ata isə deyir ki, yox, bu hərzə şeylərdir. Ata başa düşmür ki, bu uşağın daxil dünyasında necə bir iz qoyur. Yəni, həyat amansızlığını fövqünə qalxır. Həyat amansızlığını sənətə çevirək, ona qalib gəlir. Bədiyyətin gücü, ruhiliyin gücü, mənəviliyin gücü, sənətin gücü, sənətin dəyəri. Onun acıqlanmasını görəndəsə bir an əvvəlki huzurum, yatağım üzərində ahəstəcə əyilib nəvazişli üzünü bir əminamanlıq rəmzi, müqəddəs şükranlıq ruzusizmiş kimi paçlaşmağım, dodaqlarımla gerçək varlığını dadmağım və yuxuya getməyə güc tapmağım üçün mənə sarı uzananda xumar qovuşduğum o rahatlıq ilhamını dalıbsa çıxardı. Və ana ki, acıqlanmır. Ana acıqlananda deyir, mənim o huzurum yox olardı. Nə yox olardı? Nəvazişli üzünü bir əminamanlıq rəmzi, müqəddəs şükranlıq ruzusuyum kimi paçlaşmağım üçün, dodaqlarımla gerçək varlığını dadmağım və yuxuya getmək güc tapmağım üçün mənə sarı uzadanda xumar qovuşduğum o rahatlıq duyğusu bıça çıxardı. Biz necə? O məqamı necə verir? Məsələn, bax, bizim yaşadığımız nə çox şeyin, nə qədər zəngin ola biləcəyidir. Biz əslində nə qədər zəngin varlıqlarıq.
Biz əslində nə qədər bu da insanlardır. Bu da insan daxili dünyası necə acayib dərəcədə tükənməz bir xəzinədir. Hissiyat, düşüncə və adını bilmədiyimiz yüzlərlə yaşantı var orada, bir proses var orada. Bunlarla nə qədər zəngindir. Bax deyir, heç nədir, anam deyir, mənə acılandı, mən biraz əvvəl yaşamışdım, o necə mənə paçlaşdırırdı mənə. O ki, mənə üzün uzadırdı ya, belə xumarlandırırdı da məni. Xumarlandırırdı, düzdür. Xumar qovuşurdum ona, yuxuya getməzdən əvvəl. Qovuşurdum, o üzünü hiss edirdim. O duyğum dağılırdı da, anamı acıqlı görəndə. Uşağın əzabını görsən necə sənədəcək. Məsələ bir dost. Yəni, bizim nə demək istəyirəm? Yəni, hər şeydə poeziya var. Flaubert'in o sözünün illüstrasiyasıdır bu. Hər şeydə poeziya çıxardacağıq. O adi bir dənə fəlsəfi düşüncə gör Proust'un yaranması, Proust ədəbiyyatının yaranmasını töhfə verib. Bu mənada, bu yazı, bu video o barədə dostlar. Sonra oxuduqdan sonra şimdi burada zəng məsələsi falan çox şərh eləmək var, çox gedər bu şərh. Burada Svan onlarla evlenen qonağı olur. Bir bunun babasının bacısı olur. Bu Svana daima belə istehzayla yanaşır. İstehzayla yanaşması qonağı biz demələri nələr verməyib bu dostlar. O insanların bir-birinə biz demələri, insanların bir-birinə insan təbiətində o şeylərdə bir-birinə biz demələri, bir-birinə aşağılamaları, belə incə aşağılamaları. Yəni sən nə xüsusi şeysə məsələn belə aparırsan halları, sonra nə bilim nələr vay. Yəni bu kitab haqqında da danışsam bu şərh ömür yetməz. Bunu şərh eləməyə ömür yetməz bu kitabı. İndi bu birinci hissədir, birinci kitabdır. Bu neçə hissədir? 7 hissədir deyil. Bu bir kitabdır. Məndə türkçə variantı onun bu idi. Bu qalınlığı bu bir olur. Neçə hissədir? 7 hissədir. 6 mı? 7 mi? Təqribən belədir dostlar. Təqribən belədir. Neçədir bu? Var mı burada görəsən? Yox. Burada verməyib. 7 hissəli olmalıdır. 6 mı? 7 mi? 7 hissəli deyəsən dostlar. Təqribən belədir. Yəni şərhinə ömür yetməz. Yəni bir ömür şərhinə. Çox vaxt oxucular hətta belə deyir. Oxucular hətta bunun hamısını belə oxumaq olmur da. Bir ömrə çatmır. Belə oxucular da var. Hamısını oxuya bilmirsən. Mən məsələn deyəsən, hələ ki 2 kitab oxumuşam. Zamanla da ömür yetəcək hamısını oxumağa. Onun üçün zaman göstərir, zaman göstərir. Yəni şərhinə nələrlə, saatlarla, ömrün axırına qədər bunu şərh eləyə bilər. İnsan bunu şərh eləyə bilər. Deməli dostlar, bax belə. Sonra məsələn üçün atanın öz hayında olması, uşağın öz hayında olması, ananın axıdan qorxaraq uşağa acılanması, atanın zülmünə görə uşağa acılanması. Hər kəsin öz dünyasında olması, qovuşma nöqtələrinin olması, əslində hər kəsin tənha olması. Burada balaca bir şey də belə verilir də. Yəni insan təbiətinin doğru işaretini göstərilməsi. Sonra məsələn üçün o Sıvanı qarşılamağa kim gedir? Nənə gedir. Uşağın nənəsi gedir, düzdür? Nənənin əlinə fürsət düşür Sıvanı qarşılamağa gedəndə, düzdür? Kəşfiyyat üçün gedəndə. Bağçada bir dəfə dövrə vuracaq. Bağçada dövrə vuranda güllərin altına çubuqlar pərçimlənib, qızıl güllərin altına. Onları çıxardarmış ki, nənə güllər təbii görünsünlər. Məsələn, dəllək uşağın saçını qırxır, anasına təhvil verir, ana başını belə uşağın başına belə vurur. Onun başını, oğlun saçlarına yazır.
oğlunun saçlarında gəzdirir, qayğı şəkildə və saçları dağıdıb pırtlaşdırır müəyyən qədər. Tanış haldımı sizə? Tanış haldımı? Görmüsünüz bunu Azərbaycanda? Yaxşı sənət əsəri dünyavidir. Yaxşı sənət əsəri dünyavidir. Azərbaycanda bunu bənzər məsələlər görərsiniz dostlar, belə deyil mi? Görərsiniz. Məsələn, orada nədir? Bax, məsələn, adi bir şey, balaca bir pasajda daha nə var? Bizim yaddaşımız necədir işləyir? Sizdə də yəqin ki, belədir. Bir şey yadıma düşür, yuxuya girəndə olur. Onlarca onunla əlaqəsi olmayan bir şey yadıma düşür. Sən onu yazanda görsən, əlaqəsi var imiş. Şuurun özünün harmoniyası var. Şuur özü harmoniya qurur. Şuur özü harmoniya qurur. Şuur özü harmoniya qurur. Bir də hekayə yaradır, bir də rəsm yaradır. Bir də rəsm yaradır. Yuxuya getdiyimiz anlarda olur. Yuxuların özü, gördüyümüz yuxular, buna da hekayələr, acayip hekayələr var Allah. Acayip hekayələr. Yuxular da dəhşətli şeylərdir, ilahi fərvərdir. Titrədə bilir insanı. İnsanı konkret səni titrədir. Titrədir də sən. Yuxuların özü hekayələr qurur. Acayip. İnsan görünəcək, beyni necədir, hekayə qurub özü üçün orada. Harmoniya içində hekayə qurub. Təsəvvür edirsən. Mənə dağınıqda olsa orada bir harmoniya var. Burada məsələn Nəvellib var. Nəyə bənzədir? Gülləri tabi göstərmək, mənə gülləri tabi göstərilmək üçün çubuqları çıxardır. Ardınca şuurun dalınca məcaz gəlir, bənzətmə gəlir. Bənzətmə nədir? Ana dərləyin onu təhvil verdiyi uşağın oğlunun saçını belə pırtlaşdırır, sevimli pırtlaşdırır da belə. Azazı dağıdıb pırtlaşdırır. Dalınca bu gəlir. Yəni həm şuurun içindəki mənzərələri verir, mənzərələr şəklində verib, həyatın dərinliyi də orada göstərilir. Bu nədir dostlar? Məsələn üçün, ananın uşağının saçını pırtlaşdırması, həyatın içərisindəki harmoniya, həyatın içindəki sənət, şeiriyyat, adi bir şeyin içindəki şeiriyyat. Güllərin altından o şeyi çıxartması ki, bunlar tabi görünsünlər. Adi bir yaşantının içindəki şeiriyyat. Həyat gör, nə qədər sevimlidir, nə qədər gözəldir. Bunun qədrini bilmirlər. Həyat nə qədər zəngindir. Bunun qədrini bilmirlər. Bunun qədrini bilənlərin də başına oyun gətirirlər. Adətən deyən belədir. Adətən. Sonra məsəl üçün burada bax bir dənə yer var. Nədir bu? Nəysə ki o qalsın dostlar, o qalsın. Məsələn bu qalsın dostlar. Bunu sonra eləyərik. Bura qədər bəsdir dostlar və sizə bir dənə şey oxumaq istəyirəm. Bu James Joyce'un dostlar Odan müziği bütün şiirlərindən bir şeir oxumaq istəyirəm dostlar sizə. Sizə bir dənə bir şey oxumaq istəyirəm. Bax bu dostlar, bu şeir isə nə barədədir? Bu şeirdə bənzər bir fəlsəfi ideyadan çıxarıla bilərdi. Dediyimiz kimi James Joyce'un yaranmasında da, Proust'un da, James Joyce'un da, Çexovun da ki bu üçünü mən deyərdim dünya ədəbiyyatında ədəbiyyatı əbədiyyətə qədər xilas edən üç məhəng daşıdılar deyərdim bunlar. Üç titandılar, ədəbiyyat titandılar. Əbədiyyətə qədər xilas olub. Əbədiyyətə qədər xalis ədəbiyyat. Yəni ki, insanlıq hara gedərsə, harda olarsa, həmişə özü ilə bir yerdə ədəbiyyatı saxlayacaq və qoruyacaq. Ən azından bu üçünün sayəsində, başqalarının da sayəsində, amma ən azından həm də bu üçünün sayəsində bunu saxlayacaq. Və bunların yaranmasında Flaubert'in rolu olub. Və mən istəyirəm dostlar, bir şeir oxuyum sizə. Bu şeir kiçik, sadə bir şeirdir. Və bir əslində nəğmədir. Bir nəğmədir dostlar. Sadə bir nəğmədir. Sevgi şeiridir və bu şeiri mən gənc tamaşaçılarım varsa, gənc tamaşaçılarıma həsr edirəm dostlar. Onların şərəfinə oxuyuram. Əvvəlcə istəyirəm ingiliscə oxuyuram dostlar. Çünki burada bəlli bir, bilirsiniz nə var? Burada bəlli bir harmoniya var. Nəğmədəki harmoniyanı tutmaq üçün. Yeri gəlmişəm bu nəğməyə mahnılar da var. Bu nəğməyə mahnı da qoşulub.
mahnı qoşduq. İstəyənlər tapıb oxuya bilərlər, dinləyə bilərlər. Sonra isə türkçə oxuyacağam dostlar. Gəlin oxuyaq. In the dark pine wood I would lay, in deep cool shadow at noon of day. How sweet to lie there, sweet to kiss, where the great pine forest annihilated is. Thy kiss descending, sweeter were, with a soft tumult of thy hair. Oh, unto the pine wood at noon of day, come with me now, sweet love, away. Bu bir sevgi şeiri dostlar. Aşık, məşuquna belə deyir. Uzana bilseydik seninle, karanlık camlıkta, o serin gölgelikte, öğle güneşinde. Ne hoş olurdu uzanmak orada, öpüşmek de, büyük çam ormanı geçidinde. Azalan öpücüklerin ne de tatlıydı, yumuşak tahrikiyle saçlarının. Ah, çamlığa gidelim, öğle güneşinde. Gel gidelim şimdi, güzel sevgilim. Məncə məzmunu aydındır dostlar. Bunu da həyatdakı hər şeydən şeiriyyat çıxartmaq olar. Materiyanın özündə düşüncə daşımayan bircə dənə atomu yoxdur. Flaubert'in bu düşüncəsindən çıxarılmış, düşüncəsi sayəsində varlıqdan çıxarılmış bir sadə nəğmə hesab eləmək olar dostlar. Bu qədər dostlar, özünüzdən müğayət olun. Belə bir söhbət eləmək istədim. Bədiyyət və fəlsəfiyyat arasındakı əlaqələri göstərmək üçün. Hələlik dostlar, özünüzdən müğayət olun.